Salam dostlar, Nicat Xaç kanalına xoş gəlibsiniz. Bakı şəhərində taksi sürücülərinə aid yeni qərar qüvvəyə minir. İcazələrin sayı 25 min ilə məhdudlaşdırıldı. Gəlin bir yerdə baxaq. Bu nə deməkdir və sizi necə təsir edəcək? Qərara əsasən Bakı şəhərində taksi icazələrinin maksimum sayı 25 min olacaq. İcazələr qanunlara uyğun və müraciət sırasına görə veriləcək. Hər il avqustun 1-nədək Nazirlik Nazirlər Kabinetinə təkliflərini təqdim edəcək. Qərar 2025-ci ilin noyabrın 1-dən qüvvəyə minəcək. Bəs niyə belə qərar verildi? Son illər Bakıda taksilərin sayı sürətlə artıb. Bir tərəfdən bu rahatlıq yaradırdı, ucuz taksi hər yerdə maşın. Amma digər tərəfdən isə rəqabət çoxaldı, gəlirlər isə azaldı. Bəzi sürücülər qanunsuz fəaliyyət göstərməyə başladı. Buna görə də hökumət sistemi nizamlamalı oldu. Yəni kim istəyirsə sürsün dövrü tədricən bitir. Bu addım həm təhlükəsizliyi, həm də xidmət keyfiyyətini artırmaq məqsədi daşıyır. Burada isə belə sual yaranır. Bu qərarın sürücülərə təsiri necə olacaq? Əgər sən artıq fəaliyyət göstərirsənsə, yəni lisenziyan var, narahat olma, icazə qüvvədə qalacaq. Amma yeni taksi sürmək istəyənlər üçün növbə sistemi tətbiq olunacaq. Yəni bir növ yer boşalmasa yeni icazə verilmir. Bununla da taksi bazarında həddən artıq sıxlıq aradan qalxacaq. Əlavə olaraq, növbəlik rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən idarə olunacaq. Sərnişinlər üçün bu o deməkdir ki, bəzi yerlərdə taksi tapmaq biraz çətin ola bilər. Amma əsas mərkəzlərdə xidmət hələ də əlçatandır. Gələcəkdə xidmət keyfiyyəti artacaq və taksilərdə rəqabət balanslanacaq. Sürücülər üçün isə vəziyyət belədir. Yeni icazələr yalnız mövcud limit daxilində veriləcək. Mövcud sürücülərin fəaliyyətlərini davam etdirəcək. Yeni sürücülər isə növbə ilə icazə ala biləcək. Bu dəyişiklik rəqabəti balanslaşdırır və xidmət keyfiyyətini artırır. Qısaca desək 25 minlik limit hələ dolmayıb. Noyabrın 1-dən qərar qüvvəyə minəcək və hələ qeydiyyatdan keçmək imkanı var. Belə dostlar, sizcə bu limit sərnişinlər və sürücülər üçün faydalı olacaq, yoxsa çətinlik yaradacaq? Şərhlərdə fikrinizi yazın. Videonu bəyənin və abunə olun. Gələcək yenilikləri qaçırmayın.